Salam dostlar, bugün yine kolleksiyaçı şagirdim Cabirlə sizin için video hazırlamışıq. Deməli, Cabir üçün onun kolleksiyaçı olduğunu bilərək Birləşmiş Ərəb Əmirlərindən pul gətirmişəm. Və Cabir deyir ki, pullara mütləq belə əlcəklərlə toxunmaq lazımdır. Və maraqlısı odur ki, bu pulu belə əzirsəm, və o yenidən sanki təzəymiş kimi görünür. Cabir, bu səbəbi nədir? Niyə belə olur ki, bu pullar? Həm də o şəffaflıq nə deməkdir? Bizə izah edin. Çünki bu pullar polimer materialdan hazırlanır. Polimerdən hazırlandığı üçün həm əzilmir, həm də ki, yəni su keçirmir bu pullar. Cırılması da isə daha çətindir. Bu pullar məncə Azərbaycanda da olmalıdır. Çünki məsələn bizim 1 manat cibə çox daxil olduğu üçün və getdikcə o nəmişlənir, əzilir və pul biraz yararsız kimi hala gəlir. Ona görə 1 manatın polimer olması mütləqdir. Gördüyümüz kimi 2020-ci ildən sonra bir çox ölkələr polimer pullar buraxmağa başlamışdı. Bunun isə səbəbi pulların keyfiyyətinin olduğu kimi saxlanmasıdır. Məsələn, sən kolleksiyanda elə pullar hansılar var? Cabir öz kolleksiyasına gətirib ki, Nigeriya pulları polimerdir. Bundan sonra başqa gördüyünüz pullar polimerdir. Gözünü göstərir. Polimer yəni əzilməyə, su keçirməyə mənasını verir. Yubileydir, bu da polimerdir. Onu bir dənə bir baxaq, burada şəffaflıq görürəm yenə. O şəffaflıq nə göstərisi? Onu pul daha bahalı olur? O şəffaflıq, yəni onun göstəricisi bura əl vurmaq olması heç cür. Yəni ancaq əlcənir. Çünki bu şəffaf o qədər nazikdir ki, bura bir əl vuranda cızlıq ləkə düşə bilər və o da getmir. O da pulun keyfiyyətini öldürür. Bizim dilimizdə dediyimiz UNC vəziyyətdə pul, yəni ilkin istehsal tarixindən bu kolleksiyaçılar üçün ayrılıb. Yəni əhaliyə istifadəyə verilmir bu pullar. Bunda da var, eyni şəffaflıq var. Eyni şəffaflıq. Mən başa düşməmişəm, ona əlcəsi toxunum sənə hədiyyə eləyirəm, amma bu onsuz da əhali tərəfindən işlənib, bu onsuz buna 1000 adamın əli dəyib, yəni o etsən. Bunlar isə istifadəyə verilmir. Bunlar xüsusi kolleksiyaçılar üçün ayrılıb bu pullar. Çox maraqlıdır. Bu da polimer hesab olunur. Bu amma biraz yumuşaqlığı var. Tam polimerlərin növləri, məsələn, ən güclü polimer pullar Kanadadır, yəni Elizabetin olduğu ölkələrdədir. Sonra burada məsələn Amerikanın gözəl polimerləri var, $50. Dizaynə görə də polimerlər daha gözəl görsən kağız pullardan. Həm də daha çəkici olur. Sonra Mozambikin, Libiyanın, Angolanın belə gözəl polimerləri var. Maraqlıdır. Burada isə ən gözəllərdən biri olan Karib adalarının polimerləri. Bu həddindən artıq çox gözəl puldur. Bəli, baxın dostlar, bu formadadır. Arxasında da xüsusi adalara uyğun dizaynı var. Bəli, olduqca maraqlıdır və gözəldir. Bir şəkildir. Bu haram pul oldu? Karib adaları. Çox maraqlı. Karib adaları. Sonra burada isə adi kağız pullarıdır. Sonra bunlar 00 seriyalı xüsusi buraxılan pullardır. Bu nə məna verir ki, 0 seriyalar? Bəli, bunlar xüsusi olaraq buraxılır. Məsələn, bu Koreyanın 100 illiyinə buraxıldı 1917-2017-ci illər. Bunların ona, yəni biraz dəyişikliyi odur ki, tiraj sayı azdır məsələn. Bunlar öz ölkəsində 5 milyon buraxılıbsa məsələn deyək ki, 30 milyon, 40 milyon da bundan sadəcə 1 milyon dənə buraxılar və yaxud da keç buraxılmaz. Kolleksiya xüsusidir. Sonra burada Atatürk'ün pulları var. Yəni Atatürk'ün Türkiyə Cumhuriyyətinin əvvəlki illərində olan buraxılmış pullar. Bu hələ mənim kolleksiyamın bir hissəsi, öz kolleksiyamın çoxlu pullar var. Bu Bəşər Əsədin atası Hafiz Əsəddir. Onun dövründə olan puldur. Aydın. Bunlar da polimer Nigeriya. Belə müxtəlif. Burada AXC-nin pulları var, Azərbaycan Xalq Cumhuriyyətinin. Köhnə pullar. Burada Azərbaycan Xalq Cumhuriyyətinin 500 rubludur 1920-ci il. Demir vərəqliyəm Cabir. Burada da çoxlu pullar var. Hələ yarısını. Bu məsələn polimerlə kağızın qarşılığı Kamerun, Mərkəzi Afrika. Və digər belə bir kolleksiya. Çox pullar məsələn hər iki növ var. Polimeri də həm də kağızda Guatemala məsələn burada. Çox sağ ol Cabir. Bu dəyərli kolleksiya məlumatları üçün sənə təşəkkür edirəm və olduqca gözəl hobbim var. Bunu davam elətdirməyi diləyirəm. İnşallah ki, bu sahədə sənə uğur qazandırar. İnşallah, çox sağ ol.